Bismillahirrahmanirrahim. Qardaşlar, sizə möcüzə göstərəcəm. Bunu əslində YouTube-a, TikTok-a yükləmişəm, amma yenə dedim təzədən yenə sizinlə bu fikirləri bölüşüm. Bu nədir? Qısa deyim. Həzrəti İmam Hüseyin əleyhissalamın kəlməsidir. Həl min nəsirin yensurini. Yəni kimdir o kəs ki, mənə yardım eləsin? İndi bunu İmam Hüseyin ağa Kəlbəlada deyibdir. İndi məsələ budur ki, bunun rəqəmsal dəyəri nəyə göstərir? Rəqəmsal dəyər 875-i göstərir. 875 kiçik qeybətin başlanğıcıdır. Yəni artıq İmam Hüseyin əleyhissalam kimi istəyirdi ki, ona kim yardım etməli idi? Kimdir o kəs ki, mənə yardım eləsin? Ona yardım edəcək alimlərimiz buyurur ki, ən kamil yardımı Həzrəti Mehdi edəcək, onun övladı İslam dinini bərqərar eləməklə. İndi məsələ budur ki, İmam Hüseyin ağanın həl min nəsirin yensurini kəlməsi təcvid ilə oxunarsa, təcvid elmi ilə, elə Həzrəti Mehdinin qeybəti səğirəsini, artıq Həzrəti Mehdi qeybətə gedir ki, nə üçün gedir? Babası Hüseynə ona yardım eləmək üçün gedir qeybətə ki, ondan sonra kiçik qeybətdən sonra böyük qeybət başlanır. Yəni qeybətin ilk başlanğıcı nə zamandır? 875 və ya 74 müxtəlif alimlər, müxtəlif hesablamaları var. İndi gəlin baxaq görək bu belədirmi? Deməli qardaşlarım, Peyğəmbər və Pak Əhl-i Beytin Allahın səlavat və səlamı olsun. Həl kəlməsi nədir? Sual ədatıdır da. Biz deyirik məsələn, kim mənə yardım edər kəlməsində məsələn hiss olunur ki, sual ədatıdır. Gəlmisənmi, getmisənmi, mi şəkiltisi, sual ədatı ərəblərdə həl kəlməsidir. Min damdən şəkiltisidir. Nəsirin yensurini, nəsirin yardım edən, yensurini, mənə yardım edən. Kimdir o kəs ki, mənə yardım edən? İndi burada gəlin bunu məsələn hərfə əbcət rəqəm sistemi ilə yanaşaq. Hə hərfi əbcət rəqəm sistemində ta 5000 il bundan öncə hərfə verilən, Finkiyalılar tərəfindən hərfə verilən rəqəmdir. Hə hərfinə 5 deyiblər və bunu ərəblər, yəhudilər və Yunanlılar qəbul edib ki, hə hərfinin rəqəmsal dəyəri 5-dir deyiblər. İndi fikir verin, hə hərfi 5-dir, rəqəmə çevirəndə, ləm hərfi, həl kəlməsən, ləm hərfi 30-dur, mim 40-dır, nun 50-dir, bu biri nun da 50-dir, əlf 1-dir, sad 90-dır, ra 200-dür, yə 10-dur, nun 50-dir, sad 90-dır, ra 200-dür, nun 50-dir, yə 10-dur. Amma biz bunu təcvidlə oxuyanda rəqəmlər bir neçə rəqəm dəyişir. Necə? Həl sual ədatı hə 5-dir, ləm 30-dur. Neçə elədi 35? Min kəlməsində bu biri deməli bu biri n hərfi, nun hərfi oxunmur. Niyə? Çünki bu biri nun hərfi buruna düşəcək və 2 dəfə oxunacaq. Yəni bu nuna biz rəqəm yükləmirik. Amma bu nuna təşdid veririk, 2 dəfə nun səsi çıxır, 50 və 50. Əslində deyərsiniz ki, nə olsun ki, nə fərqi var? Elə 50-ni bura yazardım, mən təcvidlə oxuyuram ona görə. Deməli, mim 40-dır, nun hərfinə rəqəm yazmırıq, amma bu nun hərfinə həl min buruna düşür və uzadılır. Həl min nəsirin, həl min buruna düşür. Deməli, nun hərfi 50 və 50 oldu. Bura biz təcviddə təşdid yerləşdirdik. Əlf hərfi oxunmur. Niyə əlf hərfi oxunmur? Çünki oxunmayan hərfləri oxumuruq. Ondan sonra keçdik sad hərfinə. Sad hərfin rəqəmsal dəyəri 90 əbcəddə. Ra hərfin rəqəmsal dəyəri 200-dür. İndi burada yə hərfinin rəqəmsal dəyəri 10 idi, amma mən 10 topla 10 yazmışam. Nə üçün 10 topla 10 yazmışam? Çünki nəsirin kəlməsində nun hərfi oxunmur. Bu tənvində nun səsi, n səsi oxunmur.
Nəsirin demirik, təcvidlə oxuyanda deyirik Nəsiriyyən, surinə Nəsiriyi buruna düşür, 2 dəfə oxunur və n səsi oxunmur. Əvəzində y səsi 2 dəfə oxunur və burunda oxunur. Nəsiri. Artıq sonra yenə buruna salırıq. Yen sorini. Yen sorini. İndi məsələ nədir? Deməli, biz bu nuna, bu raya 200 deyirik, amma bu tənvin nununa 50 demirik. Birbaşa yə hərfin 2 dəfə oxuyuruq. 10 toplu 10. Çünki niyə? Nəsiriyyə olur. Nəsirin yox, nəsiriyyə buruna düşərək. Yen surini kəlməsində də nun yenə buruna düşür. Nun 50-dir. Sad hərfi 90-dır. Ra hərfi 200-dür. Nun hərfi isə 50-dir. Yə hərfi isə oxunmur. Ona görə yə hərfini yazmadım. İndi bax, həl min nəsirin yənsurini kəlməsini təcvidlə oxuyanda rəqəmsal dəyərin cəmi gəlir çıxır 875-ə. 875 Həzrəti Mehdinin qeybəti səğirəsidir. 875-də İmam qeybəti səğiriyə gedir. Hansı təqvimdən? Müqəddəs təqvim olan 2 dənə müqəddəs təqvim var. Hicri qəməri təqvimi, İslam təqvimi və bir də miladi təqvimi, müqəddəs miladi təqvimi. Niyə? Çünki Həzrət İsa'nın müqəddəs bir peyğəmbər anadan olma tarixi ilə yazılan bir təqvimdir. Səlam olsun mənə doğulanda da, Quranda ayədir. Öz doğulacağı günə salam göndərir. Hansı kitabda? Qurani Kərimdə. Hansı peyğəmbər? Həzrət İsa. O həmən doğulacağı gündən nə yaradılıb? O salam göndərilən gündən nə yaradıblar? Ona iman gətirən xristiyanlar, xristiyan keşişləri, ona iman gətirən xristiyan keşişləri təqvim yaradıb. Deməli, miladi təqvimi də müqəddəsdir və bizim hicri qəməri təqvimi olan İslam tarixi isə daha müqəddəsdir. İndi keçək, məsələn, İmam Hüseyin əleyhissalamın adına. İmam Hüseyin əleyhissalam nə dedi? Kimdir o kəs ki, mənə yardım eləsin? Ona da yardım edəcək Mehdidir. O da həmən, Mehdi də həmən vaxtda qeybəti səğiriyə gedir ki, yardım eləsin babasına. Dini gətirməklə, əsl İslam dinini gətirməklə. İndi fikir verin, İmam Hüseyin əleyhissalam bəs kamil adı nə idi? Kamil şəkildə. Hüseyin yox. Əl-Hüseynu İbn-i Aliyin, yəni Əlinin oğlu Hüseyin. Ən kamil şəkildə ad budur. Əlifləm artikli ilə. İndi fikir verin, bunu biz yazanda, sonra hərflərə rəqəm yükləyəndə, məsələn, əlif hərfinin rəqəmsal dəyəri 1-dir. Amma biz buna 1 yox, 111 desək, ləm hərfin rəqəmsal dəyəri əbcəddə 30-dur. Amma biz 71 desək, hə hərfin rəqəmsal dəyəri 8, amma biz 9 desək, bu cür. Sin hərfin rəqəmsal dəyəri 120-dir, yənin rəqəmsal dəyəri 11-dir, nun 106-dır, əlif 111-dir, bə hərfin rəqəmsal dəyəri 3-dür, nun hərfin rəqəmsal dəyəri 106-dır, əyn hərfin rəqəmsal dəyəri 130, ləm hərfin rəqəmsal dəyəri 71, yə hərfin rəqəmsal dəyəri 11 və toplu 11. Çünki təşdid altında bir dənə də yə var. Bu cür baxanda eləyir 871. 871 Həzrəti Mehdinin anadan olma elidir. Amma deyərsiniz ki, yox, 871-dən anadan olmayıb axı. 71-dən anadan olmayıb, 70-dən anadan olub. Və yaxud da 869-dan anadan olub. Və yaxud da 868-dən anadan olub deyənlər var. Bu təqvim, bunların hansındansa biri düz ola bilər. Hətta ola bilər ki, biri düz olsa, o birilər də düz ola bilər. Necə? Anadan olmayıb, amma anasının bətnində idi. Fikir verin, yəni bu cür. Və yaxud da anadan oldu, amma hələ anadan olduğu gün necə sayılır? Tam kamil anadan olmuş günü sayılmır. Necə yəni? Deyərsiniz, nə demək istəyirsən? Məsələn, Həzrəti Peyğəmbər 570-də əgər anadan olubsa, biz 571 də saya bilərik onu. Niyə? Çünki 570-də anadan olub, amma 570-in tam yanvarın birində anadan olmayıb ki, hansısa aydan anadan olub.
aprelin tutaq ki, deyək, filan günündə. Deməli, 570-də anadan olmağına baxmayaraq, biz Peyğəmbər 571-də anadan olub deyə saya bilərik onun tarixini. Niyə? Çünki 71-də həmən artıq 571-də Həzrəti Peyğəmbər tamamilə artıq həmən ilin hamısında həyatdaydı. Amma 571-70-də həyatdadır demək, həm həyatdadır, həm də həyatda deyil, anasının bətnindədir. Və yaxud da əksinə, məsələn, başqa cür demək olar ki, məsələn, rəqəmsal dəyər gəlsə 570-dən daha aşağı 569, yenə deyə bilərik Peyğəmbər anadan olma ilidir 569. Nə üçün? Çünki 569-da zənn edək ki, anasının bətnində idi, 570-də də anadan oldu. Fikir verin, yəni bir il dala, qabağa bu cür olmağı rəqəmsal dəyərləri pozmur, əksinə gücləndirir. Çünki biz hansı fəlsəfə ilə baxmağımızdan asılıdır bunlar. İndi mən sizə nəyi dedim? Bunu dedim ki, deməli, Əl-Hüseynu İbnu Əliyin kəlməsində rəqəmsal dəyəri gəldi, çıxdı. Neçə hesabladıq? 871. Və 871 nədir? Həzrəti Mehdin anadan olma ili. Və biz anadan olma illərindən biri və biz bundan, əgər bundan əlif, ləm, hanı çıxarıqsa, əlifin rəqəmsal dəyəri 111-dir, ləmin rəqəmsal dəyəri 71-dir, hanın rəqəmsal dəyəri 9-dur. Bu 3 dənə rəqəmi çıxsaq, çıx 111, çıx 71, çıx 9. Nə qalır yerdə? 680. 680 nədir? İmam Hüseyin əleyhissalamın dünyadan getdiyi gün, şəhid olduğu gün. İndi deyirsiniz ki, bilirəm ki, qaranlıq qalır bir çox şeylər ki, nə üçün əlif hərfinin rəqəmsal dəyəri 1-dir, amma sən nə üçün 111 dedin? Ləmin rəqəmsal dəyəri 30-dur əbcəddə, sən nə üçün 30 yox 71 dedin? Hərfin adını yazıram. Yəni 5000 ildir ki, heç kimin hesablamadığı bir sistemlə, özümün icad etdiyim sistemlə. Məsələn, deyirəm ki, əlif hərfinin rəqəmsal dəyəri 1 olmağına baxmayaraq, əlif hərfinin adını yazsaq necə olar? Əlif, ləm, fə. Əlif 1-dir, ləm 30-dur, fə 80-dir. Neçə elədir? 111. Ləm hərfinin rəqəmsal dəyəri 30-dur, amma hərfin adı yazılarsa necə olar? Ləm, əlif, mim. Əlif 1-dir, ləm 30-dur, mim 40 elədir, 71. Ha hərfinin əbcəddə dəyəri neçədir? 8, amma ha hərfi necə yazılar? Ha və əliflə. Yəni 8 topla 1 bərabərdir 9. Və bu cür baxanda sin hərfi 60-dır, yə 10-dur, nun 50-dir, elədir 120. Və bu cür baxanda yə hərfi 10-da əliflə yazılar 11. Və bu cür baxanda əyn hərfində əyn 70-dir, yə hərfi məsələn bu nun hərfidir də, bu nun hərfinin rəqəmsal dəyəri 106-dır. Niyə? Çünki nun 50-dir, vav 6-dır, nun yenə 50-dir. Əlfi 111 dedim, yəni bə hərfi rəqəmsal dəyəri 2-də əliflə yazılar, elədi 3. Məsələn, əynə keçdi. Əynin rəqəmsal dəyəri 70-dir, yə 10-dur, nun 50-dir, neçə elədi? 130. Və bu cür baxanda, qardaşlar, rəqəmsal dəyər gəldi elədi 871. Amma biz İmam Hüseyin əleyhissalamın adının başı nə idi? Əl-Hüseyn İbn Əliyun kəlməsində bu kəlmənin, bu cümlənin baş hərfləri əlifdir, ləmdir, hadır. Bunlar 3 hərf başdır. Əliflə ləm artikl olduğuna görə başdır. Ha hərfi Hüseyn kəlməsinin başıdır. Ta sin hərfinə demək olmaz ki, bu da başdır. 3 hərfin üçü də başdır. Biz başın kəsəndə Hüseyin İbn Əli kəlməsinin başını kəsirik. Fikir verin, İmam Hüseyin ağanın da başı kəsilir. Başını kəsəndə, yəni başını nə cür kəsirik? Əlif, ləm, ha rəqəmsal dəyərləri nə idi? 111, 71, 9. Bunları oxumayanda, bunları çıxanda neçədən çıxırıq? 871-dən. Həzrəti Mehdin anadan olma ilindən çıxırıq 871-dən. Yerdə qal 680. Yəni, sözün qısası nə oldu?
Əl-Hüseyn ibn Əli kəlməsi yenə Həzrəti Mehdinin, onun qisasını alacaq Mehdinin doğum ilinə gəldi düşdü. Hətta Həzrəti Mehdi 870-də anadan olsa belə 71 gəlməyinə baxmayaraq yenə 71 Mehdinin Allah Teala zühurunu təcir eləsin və imamı hər cür xəta və bəladan uzaq eləsin, özü dünya axirətdə ona kömək olsun. Bizi də onun sevdiklərindən qərar versin. Məsələ nədir? Fikir verin, yəni rəqəmsal dəyərlər çox belə möcüzədir. Hüseyn ibn Əli yazdıq, Həzrəti Mehdinin anadan ili gəldi, onun başını kəsdik, yəni əlif-ləmhanı oxumadıq, kəsdik qaçı ilə tulladıq qırağa. Nə gəldi? 680. 680 nə idi? Elə Hüseyn ibn Əlinin şəhadət tarixi idi, başının kəsildiyi tarixi idi. Və yaxud da, bayaq dediyim kimi, həl min nəsirin yənsurun kəlməsi yenə Həzrəti Mehdiyə kömək edəcək, Həzrəti İmam Hüseynə kömək edəcək Həzrəti Mehdinin deməli 875-də qeybəti Suğraya getdiyi vaxt.